Avropadan həmişə kimi salamlar. Sizə bir şey göstərmək istəyirəm. Deməli, belə bir velosipeddir. Bu parkdır. Avropada hər məhəllədə belə bir parklar var. Bugün oğlumla mənəm. O birisi evladlarım evdədir. Normalda biz bu velosipedlə, mən bu velosipedimlə 3 nəfəri rahat 3 evladımı, yəni hara lazımdır 15-20 kilometr gedirik. Skorslu, sürətlər qutusu var. Çox rahat. Belə bir parkdır. Avropada. Mənim avtomobilim də var. Yaxşı, amma mən burada çoxdan yaşadığıma görə artıq insan alışır bura. Həm də velosiped bir növdə sağlamlıq üçün daha yaxşıdır. Belə parklardır. Bəzi ölkələrdə olsaydı bu parkı indi eləmişdilər. Ya göydələn, kəsmişdilər bu ağacların hamısını. Eləmişdilər ya göydələn, ya restoran, ya otel, ya da tipik bizim kilərin ağlına ən tez girən şey altı moyka, üstü çayxana. Bu 100% sizə deyirəm. Amma burada sən bir ağaca əl vursun, səni 15 il basırlar, içəri gedirsən. Yəni tuturlar, həbs eləyirlər. Və bir ağac 15 alimə bərabərdir. Sadə insana yox ha, alimə. Və çəpərlərə baxın dostlar. Çəpərlərin hündürlüyünə. Bura Strasburg şəhəridir. Avropanın paytaxtı və bu evlər, bu yer şəhərin mərkəzinə 10-15 dəqiqə peşkom. Yəni yeriyə. Velosipedlə 5-6 dəqiqə. Dostlar, bu çəpərlərin bu boyda olmağı varlılığın əlamətidir. Zənginliyin, azadlığın, yaxşı yaşayışın əlamətidir. Yəni bu qədər. Bu evin məsəl üçün qiyməti aşağısı 1 milyondur və 1 milyondan yuxarıdır. Görün bu adam gecə narahat yatır ki, birdən kimsə mənim evimə girər, atlanar, evimə girər. Gördüyünüz kimi qapılar, pəncərələr açıq, varatalar açıq. Baxın. Və bir də siz burada 2 tay avtomobili görmürsünüz. Hyundai ara sıra olur, amma BMW, Mercedes, Citroen, Fransa istehsalları. Baxın dostlar, evlərin çəpərlərinə. Bu nə cülləyir belə, yerə yağlayan. Belə dostlar, yəni bu da Avropa. Görürsünüz, necə rahat. Və burada evlər belədir. 2 mərtəbə, 3 mərtəbə. Bəli, var yüksək mərtəbəlilər. Onlar əsasən qaçqınlara verilir. Və ya tələbə yataqxanaları olur. Amma artıq Avropada 1-2 il var ki, qadağan olunub 3-4 mərtəbədən. Baxın, maksimum belə evlərdir. Hündür də olur, dediyim kimi. Onlar əsasən qaçqınlara və tələbələrə verilir bu evlər. Amma belə 3-4 mərtəbəli evlərdir. Deməli, velosiped yolu ayrı, maşın yolu ayrı, adam yolu ayrı, o tərəfdən də tramvay yolu var. Bəli dostlar, yəni velosiped mədəniyyəti inkişaf eləyib, bu ondan xəbər verir. Heç kimdə yəni sənə artıq siqnal vermir ki, ay qardaş, belə, ay qardaş, elə. Çox nadir hallarda burada siqnal eşidilir. İldə bir dəfə və ya 2 dəfə siqnal səsi eşidilər. Bura tram yoludur artıq. Bizdə 27 dərəcə isti var. Bugün ayın 14-düdür. May ayının 14-düdür. Belə dostlar, velosiped yolun qırağı ilə burada heç kim parkovka eləmir. Buradan maşın, yuxarıdan da adam yoludur. Rahat saatlarla belə hər kəs velosiped sürür, çünki mədəniyyət var, velosiped mədəniyyəti. Bir də
sağlamlıq, arıqlamağa, kalori yandırmağa velosiped çox kömək edir. Ondan başqa da çox ümid edirəm ki, səsim eşidilir küləkdən. Ondan başqa da insanların bədənində, bir insanın bədənində qan dövranının yaxşılaşması üçün ayaqlar böyük rol oynayır. Tam ürəklərdə tromb və ya bəzi ayaqda damar xəstəlikləri və ya başqa xəstəliklərin yaranmasının qarşısını alır. Üzdə ləkələrdir, bədəndə ləkələrdir. Bunlar qan işləməyəndə olur.